Dəyərli izləyicilər, bu gün sizə təqdim edəcəyimiz mənzil yerləşir. Binə qəsəbəsi Rəşid Behbudov küçəsində 2 mərtəbəli həyət evindən ibarətdir. Həyət evinin ümumi ölçüsü 150 kvadratmetrdir və 1,5 sotun içində tikilmişdir. Torpağın sənədi çıxarışdır, evin sənədi isə çıxarış götürülməyib. İstəyən olsa, yəni evin sənədinin çıxarışını almaq da mümkündür. Dəyərli izləyicilər, indi isə mənzilin daxili ilə ətraflı tanış olaq. Giriş qapı hissəsi, daxil olarkən belə bir pilləkən bizi qarşılayır və geniş xol hissəsi mövcuddur. Birinci mərtəbədə qonaq otağı, mətbəx və sanitar qovşaqdan ibarətdir. Mənzildə hazırda tamamlama işləri gedir, yaxın günlərdə tam təhvil veriləcək. Birinci mərtəbədə yerləşən geniş ölçüyə malik mətbəx hissəsi. Qeyd edim ki, mənzilin döşəməsi qranit mərmər istipoldan ibarətdir. Birinci mərtəbədə yerləşən sanitar qovşaq. İndi isə ikinci mərtəbə ilə tanış olaq. İkinci mərtəbədə isə 3 ədəd yataq otağından ibarətdir. Ümumilikdə mənzilimiz 4 otaqdan ibarətdir. İkinci mərtəbənin də döşəməsi qranit mərmər istipoldur. Kollektor sistemi yığılıb. Xol hissədən birbaşa eyvana çıxış var. Və eyvanımız da belə gözəl mənzərəyə açılır. Pilləkəndən çıxan kimi üzbəüstə yerləşən valideyn yataq otağı, ikinci mərtəbədə yerləşən növbəti daha böyük yataq otağı. Bu yataq otağı mənzilin arxa hissəsinə baxır. Solda isə üçüncü və sonuncu yataq otağı yerləşir. Və xol hissədə növbəti sanitar qovşaq. Dəyərli izləyicilər, bu mənzil əgər sizə maraqlıdırsa, həm mənzilin çıxarışlı və çıxarışsız təqdim etmək olar. Qeyd edim ki, torpağın çıxarışı var. Mənzilin çıxarışı olsa qiymət 140 min manat və torpağın çıxarışı ilə istəyən olsa isə 135 min manata sizlərə təklif olunur. Bu mənzil sizə maraqlı olsa, nömrəmizlə əlaqə saxlaya bilərsiniz.